Salam uşaqlar, xoş gördük hər birinizi. Deməli uşaqlar, MHM 9-cu siniflər üçün kitabından, sınaqlar kitabından ikinci sınağın, mövzu sınağının izahını təqdim edirəm sizə. Diqqətli olun. Başlayaq birinci sualımızla. Bismillah. Deməli, birinci sualda nə deyir? Parçanın hər iki ucundan 15 metr kəsdikdən sonra parçanın ümumilikdə 1/3 hissəsi qədər azaldı. Parça ümumilikdə 1/3 hissəsi qədər azaldı. Parçanın ilkin uzunluğunu tapın. Uşaqlar, hər iki tərəfdən 15 metr kəsiblərsə 15 plus 15, yəni nəticədə 30 metr kəsiblər. 1/3 qədər azalıbsa, deməli bu 30 metr parçanın 1/3-idir. 1/3 30 olan ədəd tapanda da 30-u bölməliyik 3/1-ə, yəni 30-u vurmalısan 1-də 3-ə. Bu da olur 90 metr. Deməli parça 90 metr imiş. B variantı. İkinci sualımız. Qarşılıqlı sadə ədədlər haqqında deyilənlərdən hansı doğru deyil? Ardıcıl natural ədədlər qarşılıqlı sadədir, bəli. Ardıcıl tək natural ədədlər qarşılıqlı sadədir, bəli. Qarşılıqlı sadə ədədlərin əbobu 1-dir, bəli. Bütün natural ədədlər qarşılıqlı sadədir, xeyr. Bütün natural ədədlər. Qarşılıqlı sadə ədədlərin əkobu onların hasilidir, bəli. E variantı da doğrudur. Üçüncü sualımız aşağıdakı hansı aralığa ifadə edir? Deməli, -6, 9 ilə uşaqlar birləşdiriblər qapalı 8-dən 12-yə. Əgər bunu yaxşı başa düşmək istəyirsinizsə, ədəd oxundan istifadə edin. -6-nı almır, 9-u amma 9-u alırmı? Xeyr, 9-u da almır, boş nöqtə. Bax, bunu aşağıda ştrixləyirəm. Digər aralığı qeyd edirəm uşaqlar. 8 buradadır və 8-i alır, içi dolu. Və 12 də buradadır, 12-ni almır, içi boş. Onu da yuxarıda ştrixləyirəm. Birləşməyə baxan kimi görürəm ki, -6-dan 12-yə qədər olacaq. Heç bir də daxil olmayacaq. -6, 12. -6-dan 12-yə qədər cavab olur E variantı. Dördüncü sualımız uşaqlar. Paltaryuyanın qiyməti əvvəlcə 30% artdıqdan sonra yeni qiymət 30% azaldı. Paltaryuyanın əvvəlki qiyməti ilkin qiymətə görə necə dəyişdi? Uşaqlar, deməli əvvəl bilirsiniz ki, hər şey nə olur? 100% olur. Birinci addımda nə baş verdi? Birinci addımda paltaryuyan 30% artırıldı. Yəni 100-ün 30%-ni tapdılar. Bölünsün 100, eləyir 30. Gəldilər 100-ün üstünə. Oldu nə? 130%. Aydındır. İkinci addımda isə uşaqlar nə baş verdi? Yeni qiyməti 30% azaltdılar. Yəni bu 130-un 30%-ni tapdılar. Bölək 100, eləyir 39. 130-dan çıxdılar 39-u, oldu 91%. Nəticə etibarilə paltaryuyanın qiyməti 100%-dən 91%-ə düşdü. Yəni -9 oldu. Yəni 9% azaldı. Bu 9% azaldı, onu soruşurlar, cavab olur A variantı. Çox uşaq elə bilir ki, 30% artırıb 30% azaldanda qiymət dəyişmir, elə deyil. Yəni orada diqqətli olun. 5-ci çalışma uşaqlar. Ədədi 19-a böldükdə natamam qismətdə 3 alınır. Bu ədədin ən böyük qiymətini tapın. A ədədini bölürlər 19-a, natamam qismətdə 3 alınır. Bu ədədin ən böyük qiymətini tapmaq üçün qalığı ən böyük seçməlisən. Qalığı da ən böyük durub nə seçə bilərsən? Təbii ki, böləndən kiçik 18. Onda A-nı tapmaq üçün 19-u vurub üstünə 18, 3-ə üstünə 18 gələcəksən. 57 üstə gəlinsin 18 uşaqlar, 67, o da 8, 75. Deməli, söhbət 75-dən gedirmiş, cavab olur A variantı. 6-cı sualımız. Məxrəci 11 olan neçə düzgün olmayan kəsir var? Məxrəci 11 olan neçə düzgün olmayan. Başlayır 11-də 11-dən. Uşaqlar 11-də 12, 11-də 13 və s. bu formada sonsuz sayda düzgün olmayan kəsir var. Diqqətli olun, düzgün olmayan deyir. Ona görə cavab olur C variantı. 7-ci sualımızda deyir ki, rəngli hissəni ifadə edir. Mən baxan kimi görürəm ki, A fərqli B-dir rəngli hissə. Yəni burada çox fikirləşməyə bir şey yoxdur. E variantı. Növbəti sualımız 8-ci sual uşaqlar. 8-ci sualda nə deyir? Bircə dəqiqə tutuzdura bilsək 8-ci sualı. 46 ədədi 5-də 2 və 4-də 3 ədədləri ilə düz mütənasib hissələrə ayrılmışdır. Deməli uşaqlar, onda 5-də 2K üstə gəlinsin, 4-də 3K bərabər olacaq 46-ya. Bunu vuraram 4-ə, bunu vuraram 5-ə.
Bu olar 20-də 8k üstə gəlinsin. 20-də 15k bərabərdir 46-ya. Buradan 20-də 23k bərabərdir 46-ya. K bərabərdir 46 bölünsün 20-də 23. Yəni vurulsun 23-də 20. Bununla bu ikisi ixtisar edir. 2 qalır. K bərabər olur 40-a. K 40-dırsa bizə deyir ki, kiçik hissəni tapın. Uşaqlar 5-də 2 ilə 4-də 3-dən kiçik olan hansıdır? Biri 20-də 8 idi, biri 20-də 15 idi. Təbii ki, 20-də 8-dir. Yəni 5-də 2 qaldı. 5-də 2-ni vuraram 40-a. Bununla bu ixtisar edər. 8, 8 2-də eləyər 16. 16-da nə variantıdır? D variantı. Növbəti sualımız 9-cu sual. 9-cu sualda nə deyir uşaqlar? 18-də M, 18-də M düzgün kəsirdir. Deməli, M kiçikdir, bərabər yox 18-dən. Eyni zamanda uşaqlar 2M kvadratında 19, bu isə düzgün olmayan kəsir olarsa, düzgün olmayan kəsirdirsə, onda 2M kvadratı kiçik bərabərdir nədən? 19-dan. Düz dedimmi? Bir də baxın, bunun düzgün kəsir olması üçün sürət məxrəcindən nə olmalıdır? Kiçik olmalıdır. Düzdür? Bəli, M kiçik olmalıdır 18-dən. Bunun düzgün olmayan kəsir olması üçün sürət məxrəcdən böyük və ya bərabər olmalı və yaxud da məxrəc surətdən kiçik olmalı və yaxud da bərabər olmalı. Bu ikisi eyni zamanda baş verməlidir. M hansı qiymətləri bu şərtidir olması üçün bircə dəqiqə düzgün olmayan kəsir olarsa, M-in hansı qiymətlərində bu şərtlər ödənir? M-in hansı qiymətlərində çoxluq şəklində verir. M-in hansı qiymətlərində? Yəqin ki, tam qiymətləri demək istəyib burada. Baxan kimi, bunu məsələn mən kvadrat bərabərsizlik kimi deyə bilərəm. Bunun hər iki tərəfini bölərəm, məsələn 2-yə bölərəm. Bu düşər 9/5. Kvadratı 9/5-dən kiçik olan hansı ədədlər var? Ona baxaram. Düzgün kəsirdən söhbət gedirsə mənfi götürə bilmərəm. Təbii ki, 1, 2, bir də 3-dür. 1, 2, 3 də 18-dən kiçik idimi? Bəli, cavab olur 1, 2, 3. Müəllim 0 götürmək olarmı? Olmaz. Çünki 0-ı məxrəcə yazmaq olmaz. Həm də düzgün kəsir vermir bizə. 18-ə 0 olur. Digər tərəfdən məxrəcə 0 yazmaq olmaz. Cavab olur D variantı. 9-cu sualımız. Növbəti sualımız 10-cu sual. 10-cu sualda deyir ki, aşağıdaşlardan hansı doğru deyil? B ilə B-nin birləşməsi B-dir. Çoxluğun özünün özü ilə birləşməsi özüdür. Özünün özünə fərqi özü deyil. B variantı doğru deyil. Çünki məsələn 1, 2, 3-ün deyək ki, fərqi 1, 2, 3-ə. Axı, çoxluğun özünün özünə fərqi elə bir şey yoxdur. Bu boş çoxluqdur. Yəni, özünün özündə olmayan elementi yoxdur. Bəli, çoxluğun boş çoxluğuna birləşməsi özüdür. Kəsişməsi boş çoxluqdur. Özünün özü ilə kəsişməsi özüdür. Ona görə cavab B yanlışdır. 11-ci sualımız uşaqlar. 60 ədədinin 60%-ni neçə əlavə etdirmək lazımdır ki, 60 ədədinin 60%-i eləyir 36. O 36-nın üstünə deyir neçə gəlmək lazımdır ki, x bərabərdir. 90 ədədinin 90%-nə bərabər olsun. 90-ın 90%-i də 90 vuraq 90 bölək 100-dür. Bu da eləyir 81. Evet, burada 81. Buradan x bərabərdir. 81 çıxılsın 36. 51 çıxaq 6 o da olur neçə? 45. Düzdürmü? Bəli. Cavab olur 45 A variantı. 12-ci sualımız uşaqlar. Deyir n kvadratı üstə gəlsin 4n üstə gələ 6 bölünsün n plus 4 ifadəsi n-in neçə qiymətində naturaldır. Onda mən nə edirəm bunu? Bax, buradan n ortaq vuruq çıxımı çıxardıram. N plus 4 qalır. Digər tərəfdən n plus 4-dür məxrəc. Üstə gəlsin 6 var burada. Bərabərdir. Ayrı-ayrı məxrəcdə yazsam n plus 4-də n vurulsun n plus 4 və n plus 4-də 6 uşaqlar. Bunlar gedir. N üstə gəlinsin 6 bölünsün n plus 4. İndi mənə bax orada sözə fikir vermək lazımdır. N-in neçə qiymətində naturaldır. İfadəsi n neçə natural qiymətində naturaldır. N-də naturaldır, ifadənin qiyməti də naturaldır. İndi onda bu natural çıxmalıdır ki, bu da natural olsun. Düzdür. Yəni 6 bölünsün n plus 4. Bilirəm ki, məxrəc nə olmalıdır? 6-nın bölənləri. 6-nın bölənləri müsbət, mənfi. Mənfi götürsəm onsuz da mənfi olacaq, olmayacaq. Ona görə müsbətlər götürməliyəm ancaq. 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür, 4-ə bölünür,
Bir də neçəyə bölünür? 4-ə nə idi? 6-ya bölünür bir də. Düzdür. Deməli bu n plus 4 bərabər olmalıdır 1-ə. Buradan n mənfi 3 olur. Bunu götürənmərəm. N natural qiymətdir. N plus 4 bərabərdir 2-yə. N bərabərdir mənfi 2-yə. Bunu da götürənmərəm. N plus 4 bərabərdir 3-ə. N bərabərdir mənfi 1-ə. Bunu da götürənmərəm. N plus 4 bərabərdir 6-ya. N bərabərdir 2. N-in bircə dənə qiymətində. N-ə 2 deyəndə bu ifadənin qiymətdə natural çıxır. Cavab olur A variantı. Bir dənə qiymətində. Sonra 13-cü sualımız uşaqlar. 347 ədədini sonsuz dövrə onluq kəsr şəklində göstərin və dövrə qədərki ədədlə dövr edən rəqəmin cəminin ən kiçik. Məsələn, 47-ni 300-ə bölməklə də eləyə bilərsən. Ya da mən belə fikirləşirəm, bunu 3-ə vururam. Olur 900-də, 3-ə vuranda 3 7-ün 21, 3 4-ün 12, düzdür, 2-də yadda 14. Bərabərdir. Uşaqlar, deməli 0 bunun dövrə qədər 2 rəqəm olacaq. Dövr edən rəqəmdə 1 dənə olacaq. Çünki 1 dənə 9 var burada. İndi mən elə şey yazmalıyam ki, fərqi 141 olsun. 1, 4, bu da neçə olsun? 141-dən dövrə qədər ki ədədi çıxanda. 141 olmayacaq, onda 50 olacaq bu. Neçəni çıxanda? 41 qalar deməli. 5 yazsam 155-dən 15 çıxanda 6. Baxın 100, bunu adi kəsrə çevirəndə 0,15 dövrdə 6. Adi kəsrə çevirəndə 900 156 çıxılsın 15. 156-dan 15 çıxanda nə qalır? 900-də 141. Eləmir. Elə eləyir. İndi ədədi tapdım. Mənə deyir ki, dövrə qədərki ədədlə, yəni 15 ilə dövr edən ədədin cəminin ən kiçik qiymətini tapın. Dövr edən rəqəmdə 6-dır. Cəminin ən kiçik qiyməti olur 21 B variantı. Aydındır. Bu da belə. Növbəti sualımıza baxaq uşaqlar. 14-cü çalışma. Televizorun qiyməti 380 manatdan 456 manata qalxdı. 380 manat 100% idi. Qalxıb 456 manata, bu da x faiz. Neçə faiz bahalaşdı? 380 x bərabərdir 456 vurulsun 100, 0-ı silsəm x bərabərdir 4560 bölünsün 38, x bərabərdir uşaqlar 4560-ı bölək 38-ə. Bir dəfə 38 çıxanda qalır 76, 2, 120. 120% olub uşaqlar. Neçə faiz bahalaşıb? 100-dən 120-yə gəlibsə 20% bahalaşma var. Cavab olur 20% B variantı. Növbəti sualımız 15-ci sual. 15-ci sualda deyir ki, A-nı verib 2,46. Bilirsiniz də bunun dalıcan sıfırlar var. B-ni verib 2, 4, dövrdə 6. Uşaqlar bilirsiniz də bunlar hamısı 6-dır. C-ni də verib uşaqlar 2, 46 dövrdə. Bilirsiniz də bunlar hamısı 46-dır. Nəyə görə belə açdım mən bunu soruşa bilərsən ay müəllim? Çünki rahat müqayisə eləyə biləsən deyə. Tamdan bir şey çıxmır. Birinci rəqəmdən də bir şey çıxmır. İkinci rəqəmdən də bir şey çıxmır. Deməli ən kiçiyi A-dır. Sonra üçüncü rəqəmə baxanda görürəm ki C-dir, sonra ən böyüyü B-dir. A kiçikdir. C kiçikdir B. Tərsinə çevirsən B böyüdür C-dən, o da böyüdür A-dan. D variantı. Allah. Sağ olun, sağ olun. Siz də sağlam olun. 16-cı sualımız. 16-cı sualda deyir ki, ürəyində deyirsən ki, müəllim, mən heç sağlam ol demədim. Tamam, demədim, canım sağ olsun. İntervalında natural ədədlərdən neçəsi 4-ə qalxısız bölünür? Əvvəla bu intervalda 4-ə bölünən birinci və sonuncu ədəd tapmalısan. Qayda belədir çünki. Birinci ədədi 24-dür. Sonuncu ədəd isə 230 neçə 6-dır. Və 236-dan sonuncudan birincini çıxıb deyilən ədədə böləcəksən 4-ə, üstünə də 1 gələcəksən. Qayda belədir. Bu da eləyir 212 bölək 4 üstə gələk 1 bərabərdir. 53 üstə gələk 1 bərabərdir 54. Cavab olur 54.
17-ci sualımız uşaqlar. Düzbucaqlının tərəfləri 8 və 10, düzbucağın tərəfləri 3 cm böyüksək, sahəsi düzbucaqlının tərəflərini 3 cm. Deməli, S bərabər idi 8 vurulsun 10 bərabər idi 80-ə. Bu 100% idi uşaqlar. Sonradan nə baş verdi? S bərabərdir 3 cm böyüdəndə bu oldu 11. Bu birisi də oldu 13. Düzdür. 11-i 13-ə vuranda 10 dənəsi 130, 143. Buna da dedim x faiz. Bax, buna baxacaqsan. Çarpaz vuracaqsan 80x bərabərdir 143 vurulsun 100. Sıfırın biri gedəcək. 8x bərabərdir 1430. X bərabərdir 1430 bölünsün 8. X bərabərdir bir dəfə. 63-də uşaqlar 7 dəfə. 7 8-ün 56 eləyir. Düzdür, 7 qalır 70-də. 70-dən 2 dəfə düşür. 70-də 8. Yəni neçə dəfə? 9 yox, 8 dəfə. 8 8-ün 64. Bax, yorulmuşam deyə bölə bilmirəm. Eləyək, səhv eləməyək. Bir dəfə. 8 63. 7 8-ün 56. 7 70-də 8 7 dəfə. 56 8 səhvə 8 dəfə 64 qalır 60 60-dan neçə dəfə 60-da 7 dəfə burada 7 8-in 56 sonra da 5 dəfə. Deməli 178 tam %75. Axı 100%-dən bura gəldi. Deməli 78 tam %75% nə olacaq? Artım olacaq uşaqlar. Keçənci çalışmamızda çalışmaydı bu 17-ci çalışmada. Bir də oxuyum. Düzbucağın tərəfini 8 cm və 10 cm-dir. Tərəflərini 3 cm böyüksək sahə neçə faiz artar? Cavab 78-dən %75%. 18-ci sualımıza baxaq. Deməli A çoxluğu x deməli x daxildir natural ədədlər və 26 ilə hansı aralıqda? 138 aralığında x 3k. Düzdürmü? Sonra B-də də deyir ki y daxildir natural ədədlər 36 kiçikdir y, o da kiçikdir 157. Y də bərabərdir 4k. Bu 3k-dan 4k-dan elə başa düşürəm ki, bu demək istəyir ki, x 3-ə bölünən ədədlərdir. Bunu Azərbaycan dilində yazsa daha yaxşı olardı. Y də 4-ə bölünən ədəddir bu aralıqda. Natural ədəddir, onu demək istəyir. Biraz maraqlı olsun deyə belə yazıblar. İndi 26 A çoxluğu 26 ilə 138 arasında 3-ə bölünən, B çoxluğu da 36 ilə 157 arasında 3-ə bölünən. Bizə deyir ki, A kəsişmə B-ni tap. Yəni həm 3-ə, həm də 4-ə. Deməli bizə demək istəyir ki, 12-yə bölünən ədədlərin sayını tap. Bunların ikisinin için. Çünki 3-ə də 4-ə də bölünürsə, deməli 12-yə bölünənləri seçməliyəm. Onda 26 ilə uşaqlar 138 arasında 12-yə bölünən ədədlər neçədən başlayır? İlk 12-yə bölünən ədədimiz başlayır burada elə 26-dan sonra 12-yə 36-dan. Sonuncu 12-yə bölünən ədədimizdə deməli 120 bölünür 12-yə, 120, 132 bölünür bir də. 132. Burada bitir. Digər tərəfdən 36 ilə kiçik bərabərdir. 157 arasında 12-yə bölünən ədədlərimiz başlayır 36-dan. Gedir hara qədər uşaqlar? 144, 156 yazan. 156 yazan. Amma biz kəsişmə götürdüyümüzə görə deməli söhbət başlayacaq 36-dan, gedib bitəcək 132-də. Çünki kəsişmədə ortaqlar olur. İndi bu arada 12-yə bölünən neçə ədəd var? 132-dən çıxacaqsan 36-nı böləcəksən 12-yə, üstə gələsən 1-i. Bu da eləyir uşaqlar 96
Bölək 12 üstə gələk 1. Bu eləyir 8 üstə gələk 1 9. Cavab olmalı 9. Əgər düşündüyüm kimi düşünüblərsə bu 18-də. Cavab olmalı nə? 9 18-ci sualımızda. Belə. Keçək 19-a uşaqlar. 19-da deyir ki, 198-dən kiçik natural ədədlərdən neçəsi 6-ya qalıqsız bölünür? Uşaqlar 6-ya bölünən ədədlər başlayır 6-dan 12 belə gedir. 190 neçə? 198 özü 6-ya bölünür. Amma 198-dən kiçik natural ədəd dediyinə görə 192-də qutarır söhbət. Düzdür? Öndə 192-dən çıxacam 6-nı, böləcəm 6-ya, bu üstə gələcəm 1-i. Bu da olacaq 186 bölünsün 6 üstə gələk 1. Bu da eləyəcək 31 üstə gələk 1. Olacaq 32-dən. 20-ci sualımız. A kəsişmə B bərabərdir boş çoxluq. NA bərabərdir 8. B fərq A-nı tapın. Uşaqlar, A ilə B-nin kəsişməsi boş çoxluğu. Yəni, məsələn, A budur, B də budur. Görürsünüz? B də budur. B-nin A-ya tamamlayıcısı deyir. Aydındır. Yəni, B-ni A eləmək üçün, B-nin üstünə gəlməsin. Bu 8 dənə buradakı elementlərin 8-ində gəlməsin da B-nin üstünə. Ona görə də cavab olur 8. Aydındır. 21-ci sualımız. B alt çoxluğudur A-nın. NA 18-dir. NA fərq B 13-dür. NB-ni tap. Uşaqlar 5 dənə bax, görəcəksiniz şimdi. Bu A-dır. Bu B-dir. A fərq B. Burada 13 element var. A-nın 18 elementi varsa, deməli burada da 5 element var. Deməli NB nədir? NB 5-dir. Başa düşdük. Sonra 22-ci sualımız. Sadə hesablamadır. 3 tam 6-da 3 eləyir bu. Orta mərəzi gətirilən birbaşa 6-da 2 bölünsün 2 tam 5-də, bu da eləyir 3. Bir üstə gəldim də. Bu eləyir 10 tam 6-da 5 bölünsün 5-də 13. Düzgün olmayan kəsə çevirəndə 6-da 65 vurulsun 13-də 5. Bundan bu ixtisar gedir 5 qalır. 6-da 25. Bu da eləyir uşaqlar neçə tam? 4 tam 6-da 1. 22-ci sualımız. 23-cü sual. 2 ədəd verilmişdir. Birinci ədədin 40%, ikinci ədədin 60%. Bu ədədlərdən kiçik. Birinci ədəd, ikinci ədəd. Kiçik, böyük. Kiçik ədəd birinci ədədin, hələ kiçik, böyük bilmirəm. Amma mənə deyir ki, birinci ədədin 40%, ikinci ədədin 60%-nə bərabərdir. Bunun 40%-i uşaqlar, bunun 60%-nə bərabərdir. Mən bilməliyəm ki, kiçik ədədin böyük faizi, böyük ədədin kiçik faizinə bərabərdir. Yəni, böyük ədədə x desəm, x-in 40%-i bərabər olmalıdır. Kiçik ədəd neçə veriblər? 60. 60-ın 60%-nə. Aydındır, belə 100. Bundan bunlar gedər. Bundan da bu gedər. 0,4 x bərabərdir 36-ya. X bərabərdir 360 bölünsün 4. X bərabərdir 90. Deməli, böyük ədədimiz 90 imiş. 24-cü sual uşaqlar. Deməli, uşaqlar 7 üstə gələk 13 üstə gələk 19 üstə gələk nöqtə 55 üstə gələk bərabərdir x. Sonra nə yazıb burada? 137 üstə gələk 143 üstə gələk 149 üstə gələk nöqtə üstə gələk 185-dir. X ilə ifadə edin. 137-dən 7-ni ayırsam 130 qalır. 143-dən 130 ayırsam deməli nə olacaq? 130 üstə gələk 7 üstə gələk 140 üstə gələk 13 üstə gələk 130
140 üstə gələk 13 yox. 130 üstə gələk 13 üstə gələk 130 üstə gələk 19. Nöqtə üstə gələk 130 üstə gələk 55. Və mən beləcə görürəm ki, bunlar mənə x verəcək. Amma neçə dənə 130 var? Onu tapmaq lazımdır. İndi bura baxıram uşaqlar. 1, 2, 3. 3-ü necə tapmaq olardı? 19-dan 7 çıxanda nə qalır? 12. 4-ə böləndə 3 qalır. Düzdür, aradakı fərqə. 4-ə yox. 19 çıxılsın 7 eləyir 12. 12-ni 4-ə böləndə mənə sayı verir. 3. Onda belə çıxır ki, mən bu sayı tapmaq üçün 55-dən çıxacaqdım 7-ni böləcəkdim 4-ə. Böləcəm 4-ə. 55-dən 7 çıxanda nə qalır? 48. 4-ə böləndə nə eləyir? 12. Deməli 12 dənə 130 olacaq. Ona görə 12 vurulsun 130 üstə gələk x-dan söhbət gedir. Bu da olacaq x plus 10 dənəsi 1300, o da 130. 1430. 130, 13, 143, 1430. Deməli, x plus 1430-dan söhbət gedəcək. Nəhayət, 25-ci sualımız. B bölünsün A plus C bərabərdir 5-də 2. C bölək B bərabərdir 2. A bölək C-ni deyir, tapın. Tapaq da 5B nəyə bərabərdir uşaqlar? 2A üstə gələk 2C-yə. Buradan C nəyə bərabərdir? 2B-yə. Düzdür. C 2B-yə bərabərdirsə, C 2B-yə bərabərdirsə. Buradan 5B bərabərdir 2A üstə gələk 2 vurulsun 2B. Buradan 5B çıxılsın 4B bərabərdir 2A-ya. Uşaqlar, B bərabərdir A-ya. A bərabərdir, yəni B bərabərdir 2A-ya. A bərabərdir 0,5 B-yə. İndi bizdən A böləcəyini istədiyinə görə A-nın əvəzinə 0,5 B, C-nin əvəzinə də nə yazıram? 2B. 0,5 B-ni 2B-yə böləndə 0,25 düşür. Yəni 4-də 1. Belə, əziz 9-lar, bu da MHM-dən növbəti mövzu sınağı idi. İlerleyen günlərdə növbəti sınaqların izahında görüşmək ümidi ilə. Sağ olun, kanalımıza abunə olub bizi dəstəkləməyi yaddan çıxartmayın. Hələlik.